Sual belə bir sualdır. Dövlət qulluğu imtahanına düşüb və məsələ nədir burada? E, Əslində çətin deyil. Sadəcə biraz fərqli sual tipidir. Bir gördünüz sizin imtahanlarınızda istifadə oluna bilər. Bunlar fərqli rəqəmlərdir. Bax, bunları sayırsan, olur 10 dənə. 10 dənədirsə, bu o deməkdir ki, burada sıfırdan 9-a qədər rəqəmlər istifadə olunmalıdır. 6, 7, 8. Bu bilirsiniz hansı suala oxşuyur? Bu tərəzilər mövzusu var idi. Tərəzilərdə bilirik axı tarazlıqda olmayan tərəzilər var ha, uzun. Hansı ki imtahana da düşmüşdük, situasiya tipli. O tipli tərəzilərdə biz hər zaman nə edirik? Ən çox olanla başlayırıq. Ən çox olana balaca qiymətləri. Bax, təxminən aşağı-yuxarı elə bir sual forması. Biz indi nə edirik? Bax, ümumiyyətlə bu rahat sualdır. Bir dənə mahiyyətini tutmaq lazımdır. Ona görə də çalışın diqqətlə dinləyəsiniz. Bax, belə suallarda səndən bunları verib, axırda bunu hesablamağımızı istəyir, bu bizə lazım olmayacaq. Baxırıq nəyə? Belə suallarda hər zaman tapırsan ən təhlükəli nöqtəni. Bu nə deməkdir? Və sizcə bu 4 dənə nümunədən ən təhlükəli olan hansıdır? Doğru dildə ona deyirik ən uzun olan hissə. Bu o İkinci. deməkdir ki, bəli, ikinci. Ən uzun olan hissə bizdə adlanır ən təhlükəli nöqtə. Niyə görə bura ən təhlükəli nöqtə adlanır? Çünki baxın, bu arada MB-nin üstünə burada xətt veririk ki, yəni bu iki rəqəmli ədəddir də, M vurulsun B deyil. Normalda bu iki rəqəmli bir ədəddir. Bu iki rəqəmli ədədi vururam mötərizənin içinə, görürsünüz? Mötərizənin içi zaten kifayət qədər böyük bir ədəd olduğuna görə sən bu iki rəqəmli ədədi vurursan mötərizənin içinə və yenə alırsan iki rəqəmli bir ədəd. Düzdürmü? Yenə də iki rəqəmli bir ədəd almış olursan. Ona görə də sən çalışmalısan ki, bunlara balaca qiymətlər verməlisən ki, üç rəqəmli ədədə gelib çıxmasın bu. Nə edirsən indi? Bax, bura misal üçün, heç nə demirəm, bura 20 neçə olsa, məsələn, hə? 20 neçəni elə 5-ə vuran kimi eləyəcək 100 neçə. Ona görə çalışmalıyıq ki, bu xırda bir ədəd olsun. Bax, ən təhlükəli nöqtə buradır, bu heç. Yaxşısı burada ən təhlükəli hərf hansıdır? D variantı D. doğru diye. Ayso, ən təhlükəli nöqtə burada D hərfi. Çünki bax D-ni 3 qat artırırsa, bax heç nə yox ha. Məsələn, mən D-yə elə belə deyirəm. Misal 3 versəm, D-yə 3, misal D-yə 3 versəm, burada 9 olur. Bu da 1-dən 2-dən olsa, burada 10 olur. 10 neçəni 10 neçəyə vuranda 100 olur. Ona görə çalışmalısan ki, D-yə minimum qiymət verəsən. Biz D-yə minimum 0 verəcəyik. İndi yaxşı, növbəti təhlükəli ədəd hansıdır burada? Hansı ədəddir? Cavab olmalıdır ki, müəllim E ilə F-dir də, yəni balaca olsun. Növbəti təhlükəli ədəd MB ədədidir. Ona görə ki, bu 100% 10 neçə olmalı. Bu heç nə yox. Gəl biz buna 20, misal üçün 21 deyək, məsələn. Bura 0, 1, 2 var. İndi 3 ilə 4 verəndə 7 olur da. 20 neçəni 7-yə vuranda 3 rəqəmli ədəd alınır. Ona görə də ən təhlükəli ədəd birinci D-dir, sonra MB. MB 100% 10 neçə olmalıdır. Yəni 12. İndi M1 isə bu M-ə 1 ya. Bu sadəcə bir ehtimal da. Ehtimaldır ya. Burada sadəcə sən nə etməlisən? Bunu yoxlamalısın. Şimdi bax, M1 deyil. Onda F ilə elənim minimum nə verirəm? 0, 1, 2 getdi. Yerdə qalıb minimum 3 ilə 4. Hansına 3, hansına 4 verərəm? Elə 3 F-də Efe 4 Fərqi ele yoxdur ki, müəllim. var Fərqi axı Yox, mənfi fərqi olsun. var. Fərqi var. Bax, niyə görə F fərqi minus var? L-dən M eləməlidir. Bəli. Ona görə fərqi var ki, bax, L ilə F elə burada var axı. Düzdürmü? Ona görə sən çalışmalısan ki, bax, 4 ilə 3 deyil, bura belə yazarıq da. Bura 4, bura 3. İndi baxın, bura 3, bura 4. İndi 12-ni 7-yə vursan, bura 7 eləyir axı. Olur neçə? 84. Baxın, həqiqətən tutdu da. F4 oldu, burada da F4 oldu. Bura 4, 3-dür və F oldu 84. Hər şey tutur. Bax, 4 ilə 3-ü silirəm, bir də 8-i silirəm. Buraya sualı olan yoxdur. İndi, baxın, bundan sonra nə edirik? Biz bundan sonra, bax, keçirik bu hissəyə.
Əlimdə qalıb 5, 6, 7, 9. 5, 6, 7, 9. Eni 3-ə vururam, K-nı 2-yə vururam və 2-yə vurduğum ədəd daha böyük olur, nəinki 3-ə vurduğum ədəd. İndi yaxşı, biz burada onda nə edə 5-i enə bilərik? verərəm, 6-nı da K-ya. Bəli, N-ə 5 verərik ki, çünki N bu balaca olmalıdır axı, kiçikdir. N-ə biz 5 yazarıq, K-ya neçə verərik? 9. A- Çünki K 9 niyə böyüksə versin? böyük 6. ədəd verər. Siz olmadı. Həqiqətən baxın, 15 18-dən Hə, kiçikdir. Başqa 9 bir olur. ehtimal var. Bəli. Hə, 9 olur onu deyirdim. Ha, şu A, şu. Bax 15 19-dan 18-dən kiçikdir. İndi bax 5 ilə 9-u sildik. Nə qaldı? 6 ilə 7 qaldı, düzdürmü? Avtomatik C-yə 7 versən, A-ya da versən 6. Bitdi, 7. Bu sual ola bilər, Müəllim, ağır gələ bilər. Bəli. orada 9-un yerinə 7-nin də yo ödənmir. Ödəmir. 9-dan başqa nəsə. Böyük, bəli, Hə. böyük söhbət ödəmir. Çətin sualdır Yəni, belə mı? şəkli Bəli. adamı qorxudur. Belə o qədər də çətin sual deyil. Bəli, əslində bir dənə qaydasını bilmək lazım. Bax, bu indi bu sual ola bilər biraz sizə qarışır gəlsin, normaldır. İlk dəfədən normaldır. Gəlin növbəti suala baxaq. Müəllim, bu hansı mövzunun sualıdır kitabdan? Hesab əməlləri. Hə, bax, növbəti suala baxaq. Bu dəfə yenə eyni söhbətdir. Bu dəfə artıq bu sual sizə daha sadə gələcək. İndi bax, siz mənə deyin. Yenə eyni şərtdir. Yaxşı. Ən təhlükəli yer haradır? İkinci. İkinci. İkinci, ISO. Yaxşı, bəs ən təhlükəli ədəd hansıdır burada? Ha, müəllim, K. 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 K-ya Üç nə K. deyərəm? 0. K-ya 0 desəm, Y də 0 olur. Görürsünüz, qırğın qiyamət qopur. 1 Ona görə onda. K-ya 0 deyə bilmərəm, ancaq 1 deyə bilərəm. Bəli. K-mız əgər 1-dirsə, indi gəlirəm növbəti təhlükəli ədəd neçədir? Ya P ya M-dir. P-yə verim, yoxsa M-ə? P-yə. Bəli. Niyə M-ə vermirəm 0? Çünki aşağıda 3 0 vuranı A da onda 0 olmur. Bəli, Yanlış bax bu oldu. şərtə görə. Ona görə M-ə yox, P-yə 0 verirsən. M-ə də ancaq nə qalır? 0 ilə 1 getdi, qaldı 2. Yəni bu suallarda bir dənə minimumlar tapın, rahat gedir. 0, 2, 1. Hə, indi baxın. Mən indi nə edirəm? Bunların cəmi edir neçə? 5, düzdürmü? Toplayanda 5 edir. 5-dən böyük 6, 7, 8 ehtimal çoxdur. İndi 5-dən böyük minimum nə var? 6 götürərəm. İndi baxın, C-yə 6 versəm nə olur? 2 vur 6, Aşağıda. 12. B-yə tapırsan 4, düzdür? C 6 olanda 2 dəfə 6, 12. B də olur nə? 4. İndi yaxşı. B 4 olursa, B-yə götür buradan 4 verəndə 2 vur 4 olur 8. 8-dən ağır nə var? 9. Gəl istifadə olunan rəqəmləri silək. Deməli, 0, 1, 2, 6 və 4 istifadə olundu. Bir də 9 istifadə olundu. Qalıb 3, 5, 7, 8. Bax, fikir verin. Biz M2 tapmamışıq. Bir dənə buradan baxaq hələ ki. K-mız 1-dir axı. Y 3 K-mız olur. 1-dirsə, Y olur 3 bəli. 3-ü silirsən. Qalıb 5, 7, 8. M-miz 2-dir axı. 3-ü 2-yə vuranda 6. 6-dan kiçik nə var? Ancaq 5 görürsünüz. Zahirət 5. olmayan 5-dir. 5-i də silirsən 7 ilə 8 qalır axı. Bura 8-dir, bura 7. Bitdi, getdi. Başa düşdünüz? Bəli. Çətin deyil. Bir dənə sadəcə biz sizinlə oxşuyur. Bu skotsu açanda nədir? Skotsun bir dənə ucunu tapdınızsa, söküb axtarırsan da hamısını. Elə bir şeydir. Tempi tutturmaq lazım. Bəli. Bir dənə 0, 1, 2 tapdınızsa davamı gəlir. Müəllim, burada həmişə minimumlardan getmək lazımdır, yoxsa fərq eləyir? Bəli. Həmişə minimumlar tapırsan, ardı gəlir. Tamam. Bu sualdan yenə var. Yenə eyni sualdır. Bu dəfə ABCD-nin yerinə Rum rəqəmləri yazılıb. Görürsünüz? Eyni sual tipidir.
Bu dəfə ikincidən ikincisini başlayırıq. Bəli. X-dən başlayırıq. İkinci tənlikdən. A-üstü. Normalda deyərəm ki, ilk şey yap. Burada ən uzun buradır. Sıfırı hansına verərəm? 3 6-ya. De buna. Düzdür? Sıfırı verdim buna. Biri yəqin X-a verirəm, ikini də buna verirəm də, düzdürmü? Ən məntiqli olan budur. Elədi Hə, 3. indi. 2 vur 1, 2, o da 2. 2 ilə 2-nin cəmi olur 4. 4-dən böyük nə var? Gəl minimum 5 götürək. 5. 4-dən böyük 5 var. İndi baxın, X 1 deyil. Bu da 5-dir axı. 4 vur 1, 4. 9. O da 5 olur 9. Bax, hər şey tutur. İndi yaxşı. Mən burada 0-ı, 1-i, 2-ni, 9-u və 5-i Beşi. eləmişəm? İstifadə eləmişəm. Aşısı. İndi nə edirəm? Baxaram bu şərti ödəyən hansı ədədlərdir? 3, 4, 7 olan ola bilər. Bəli. Çünki 2 ədədin cəmi 1 ədədi verirsə, boşda qalan ədədlərə bir dənə diqqətlə baxsaq, 3 üstə gəl 4 olur 7. Heç nə. Bundan sonra bax nə edirəm? 1-nə 3, 1-nə 4 deyərəm. Mən prosta bilmirəm hansı 3, hansı 4-dür. Random atıram. Bax, əgər bura 3 olsa, bura 4 olsa, olur 7. Ya da ki, bura 4 olsa, bura 3 olsa, bura yenə olur 7. Buranı dəqiq tapa bilməmişəm, birazdan tapacağam. Amma gəl 3 ilə 4-ü və 7-ni silək. Baxıram ki, bu həmçinin burada da var da. Dedi ya, bura ya 3-dür, ya 4, dəqiq bilmirik. Hocam 2 dənə ədəd var ha. Bunlar nə olacaq? 6 ilə 8. 8-i hansına atarıq? Əvvələ. 8-i 6-ya. 8-i 8-i sola 6-ya, atarıq da mənim. sola, bəli, böyük olana. Bura 8, bura 6. 8 vur 2, 16. 6 vur 2, 12. 12 üstünə nə gəlsən 12 də 16 4. eləyər? 4. Deməli, bu üçüncünün qiyməti 4 imiş. Yəni, bax, bizdə bu şərt ödəyir də, yuxarıdakı şərt. Aşağıdakı şərt getdi, yəni sən. Aydındır? Tərtəmiz. Yəni, belə bu sualları mən yenə göndərəcəm sizə, həmin bu sualların özünü. Bu suallar Respublikada heç yerdə yoxdur. Ona görə də nə edirsiniz? Bunları çalışın bir dəfə də özünüz. Mənim repertuarım. Bir daha çalışın özünüz bunları işləyin mütləq şəkildə. Çünki bax, bu suallar Bilən dövlət şəkildə. pulu imtahanında magistra ola bilər istifadə olunsun. Və bu sual magistr jurnalında var. Bu sual yox. Bax, magistr jurnalında bir dənə sual var. Yanvar imtahanından şeye düşmüşdü. 2025. 2025'in fevral imtahanına düşmüşdü. Dövlət qulluğunda. Göndərəcəm. Bax, bu sualdan belə bir sual var. Bu sual magistr jurnalında var və bu sual gəlib dövlət qulluğuna düşməlidir. Tamam. Üçüncüdən başlayırıq müəllim. Ya bu dəfə sual başqa sualdır, biraz fərqli sualdır. Deyir ki, münasibətlərdən istifadə edərək bu münasibət veribsən, 6 dənə münasibət. Natural ədədləri göstərən 10 dənə hərfi artma sırası ilə düzün. Artma sırası nədir? Artma sırası Yəni odur ki, azalandan artana. Balacadan böyüyə. azdan çox və üçüncü olan hərfi tapmaq lazım. İndi bax, hardan başlayıram? Əslində mahiyyətli son, rahat bir sual. Rəqəm atmağa da ehtiyacı yoxdur ya burada. Natural ədəd deyil. Bəlkə ola bilər R30 olsun, C50 olsun, D10, nə bilim 53 olsun, bilmək olmur. İndi bax, biz nə edirik? Zaten 3 dənəsini burada, 3 dənəsini burada verir. İndi mən sizə bir dənə sual verim. Bu şərtə baxın. Sizcə en böyükdür yoxsa ev? En böyükdür müəllim. En böyük. Ev. En böyükdür Aysun. Bunu belə yazıram. En F-dən böyükdür. Deməli, en böyükdür F-dən. Bunların arasında nəsə gedə bilər. Tamam mı? D də F-dən kiçikdir onda. Hə, bax, şimdi bir dənə bunları müqayisə edək. Bunu ilə bunda hansı kiçik, hansı böyükdür? F böyük. D kiçik. D kiçik. F böyükdür. Bəlkə D-yə 2 manat pul verirsən, gəlib F-in puluna bərabər olur. Deməli, D-nin az pulu var da. Deməli, D F-dən kiçik olur. Belə. Bunu tapdıq. Bunların arasında nəsə ola bilər ha? Ola bilər ha, burada bir A hərfi olsun məsələn deyirəm də. Onu dəqiq bilmirik, tapacaq.
Mən bu şərtdən tam olaraq istifadə elədim. Baxın, bu şərtim getdi. Gəlirəm bu şərtə. Bax, D-dən kiçik nə var? D-dən kiçik C-la Evet. R var da görürsünüz. D-dən kiçik C var. C-dən kiçik R var. Bunu yazdıq. Hə, yaxşı. Bu şərtdə istifadə olundu. Baxın buna. N-dən böyük H-la Y var da, düzdürmü? N-dən böyük var H. H-dan da böyük var Y. Yenə də bunların arasında nəsə ola bilər? Bax, 1, 2, 3, 4, 5, 6, 7 dənə hərfi mən nə eləmişəm? Tapmışam. İndi. Baxıram nəyə? Bax, bu şərtdən nə başa düşürsünüz? C üstədə E gəlib 2-yə böləndə C eləyir. C kiçik olacaq müəllim, C və R-dan kiçik olacaq ki. Bax, bu riyaziyyatda nə sayılır bu hissə? Hesab. Yes. Sayı. Bölmə təməlli. Onda Yox, 2C yəni- bərabərdir C plus R. Yox, o heç. Yəni burada bilirsiniz də buna deyirlər ədədi orta. 2-ni yəni. C-yə vururuq. Bəli, ədəd orta. Ədədi orta. Bu ədədi orta. Yəni bu o deməkdir ki, bax, C-nin R-ını toplayıb 2-yə böləndə C alınırsa, demək C C-nin R-ının tən ortasıdır da, ədədi ortasıdır. Yəni ortadadır. Düzdür? Deməli C-nin R-ının arasında nə olmalı bu C? Düzdürmü? hı. Və C-nin R-ının arası G-dir. Bax, bura G olacaq, bax bu hissə. Bir dənə bu işarəni silirəm hələlik. Bura dedik G olmalıdır. Bura G yazıram. Bax, bu belə. Bu da belə. Bu yazıram. Müəllim o cını təzə necə eləyərsiniz zəhmət olmasa? Belə bir şey. Ölçməli. Normalda C-nin R-ını toplayıb 2-yə bölürsənsə alınır G. Buna riyaziyyatda ədədi orta deyirlər. Yəni bu nə deməkdir? C-nin R-ını toplayıb 2-yə böləndə G alınırsa, demək G C-nin R-ının ədədi ortası. Məsələn, bu 10 biri olsun, məsələn, bu olsun 10, bu olsun 20. 30-u 2-yə böləndə 15 olmur. Yəni C-nin R-ının ortasında G yerləşir. Buna razısınız? Başa düşdüm. Deməli C-nin R dalbadal axı bunların ortasında G olacaq. Deməli bax bu xanada G-dir. Bura G-dir. Bu belə, bu belə. İndi bax bu şərt də eyni sistemdə 2 vur K, Y üstə gəl H. Bax gəl buradan bunu K-nı tapaq. Buradan K-nı tapanda nə olur? Y üstə gəl H bölünsün 2. Deməli yenə K nədir? Y ilə H-ın arasındadır, düzdürmü? Ədəd Y ilə ortadır. H-ın ədəd ortası. Və Y ilə H-ın arasında K olmalıdır. Bax bu işarəni silirəm. Sən imtahanda işarəni yazmaya da bilərsən. Ha, dalbada R, C, G belə yazsın. Çox çətindir. Deməli Y ilə H-ın arasında K. Bax bunu belə yazıram ki, qarışmasın da. İndi bundan sonra bir dənə qaldı bax bu şərtimiz. Bu şərtdən nə başa düşürsünüz? F-dən böyük. F eldən böyükdür. Hə. F L-dən böyükdür. Deməli F L deməli bax buralarda bir yerdədir, hə? Yaxşı hardadır? D ilə F-in arasındadır. Bəli. F-dən dərhal kiçikdir. Səbəbi nədir? Bir Çünki vahid. D bir var. plus 2 Bunlar vardır. natural ədədlərdir axı. Dalbadal ardıcıl ədədlərdirsə, bəli. Deməli sən bilirsən ki, F-dən dərhal kiçik L-dir, L-dən də dərhal kiçik F-dir. Bitdi. 10 hərfi 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Düz. Və üçüncü olan C hərfi. Sualı olan var? Yəni bu çox çətindir. Gerçəkdən çox çətindir. Nədir? Əslində çox vaxt aparandı. Vaxt aparan sualdır. Bəli. Dəhşət oyun. Asan sual deyil. Amma yəni bu suallar vərdişdir. Bu sualdan gördünüz ki, imtahanda yenidən qarşınıza çıxa bilər. Bax, bu il magistr imtahanı düzdür. Nəticələr biabırçı olsa da, ümumi respublika üzrə. Magistr imtahanı məncə rahat idi. Çünki imtahana belə düzdür, vaxt aparan suallar zaten misal, akvarium sualı düşünürsünüz ki, vaxt aparan sual idi. Yox. Qaydasını bilən adam, misal indi əgər müəlliminiz yəqin ki, böyük ehtimal izah eləmişdi akvarium sualı. Hətta kursda sınaqda mən də bir dəfə sınağa istifadə eləmişdim akvarium sualını.
Niyə görə? Çünki ən azından situasiyalar təkrar idi falan. Yaxşı ki, imtahanda bu sualdan düşməmişdi. Amma mən bunu gözləyirdim və çox istirdim düşsün. Mən də bunu gözləyirdim. Mən indi ikinci şansı var deyim sizə. O sualdan düşməsə mən bu il karyeramı sonlandıracağam. Bax, bu sözü sizə deyirəm. Əskər getsin müəllim. Düz olsa əşyaya gedirəm, prosta da yenə də. Müəllim, bir söz deyə bilərəm. Bəli. Müəllim, mən bu sualı yaza bilmirəm. Normaldır. Çox çətinliklə yazıram. Bu sualı indi o necə deyirlər? Bu sualı ona görə bilmirsiniz ki, çünki mən sizə izah eləməmişim. İndi mən bu sualın asan deyil. Bax, 3 dənə sual var. Bu sualdan 3 dəfə qəbula düşür. Biri budur. Ən çətini budur təbii ki. Bu 2024-ün ikinci cəhdinə düşmüşdü imtahana. Növbəti sual budur. 2025-in birinci şansına. Bir dəfə yüksək səviyyəli bir imtahan oldu. Yanvar ayında demin magistr üzrə sınav imtahanı. Orada düşmüşdü bu sualda. Baxın. Özü situasiya ya 3 bal verir. Anladın? Görürsünüz? Hə, indi bax bu sual, bax indi izah eləyəcəm sizə, görəcəksiniz. Bu sual çətin sual deyil, dostlar. Sadəcə bu sualda məqsəd bilirsiniz nədir? Sualı rahat gedir və belə deyək də, biraz vaxt aparan sualdır. Məsələn, bu sual düşsəydi imtahana, ümumiyyətlə hamısı deyir, onsuz da belə də onsuz da hamı deyir, imtahan çətindir. Yəni ümumiyyətlə imtahan həqiqətən onlarda vaxt aparan. Nə olsun asan sualdır. Amma indi həllini bilənsin təbii ki. Mən təklif edirəm ki, dostlar, bu sualı yox, bu sual asandır. Çünki burada bax, 16 dənə, bax şərti bir dənə fikir verin. Eyni hərflərin eyni, fərqli hərflərin isə fərqli ədədlərə uyğun olduğunu bilərək. Yəni A5 isə daha B5 ola bilməz. Sual nədir? Bax, burada 16 dənə hərf yazılıb, görürsünüz. Bunlar, bax, 1, 2, 3, 4 rəqəmlərindən əmələ gələn 2 rəqəmli natural ədədlər. 2 rəqəmli natural ədədlər. Bu sualda məqsəd nədir? Yəni 1, 2, 3, 4-dən əmələ gələn natural ədədlər hansıları ola bilər? Bax, 11, 20, 11, 12, 13, 14. Sonra 21, 22, 23, 24. 31, 32, 33, 34. Bir də 41, 42, 43, 44. 16 ədədi tapmazsan bu şərtlərə əsasən ki, hansı? İndi mən sizə bu sualı yox, o bir sualı izah edəcəm. Bu sualla bağlı bir dənə prosta bir məsələni demək istəyirəm. Fikir versəz, bax, burada nə yazıblar? Bax, bu hərflər eyni rəqəmlərdən təşkil olunmayanlar. Adi elementar bir şey deyil. Əyani imtahana girənlər indi yəqin ki, aramızda var idi. Onlaynda promo cavablar çıxır. İndi yəqin ki, biz də əksəriyyətimiz onlayn qoşulmuşuq. Misal üçün, magistr imtahanına girirsən qəbula. Girdin imtahandan çıxmısan, mən də yanındayım, cavabları yoxlayıram. Məntiqi yoxladın 50 sualın 50-sində başlayırsan saymağa ki, görüm neçədən yazmış. Normalda neyi sayarsan? Düzləri sayacaqsan, düzdür? Bəli. Niyə görə düzləri sayırsan? Çünki düzlərin daha az olur ona görə. Yəni, hansı daha azsa onu sayırsan da normalda. Ona görə də, yəni sənə hansı sərf edirsə onu sayır. Misal üçün, tələbə var ki, sınavda 47 dənə düz yazır. Baxır ki, 3 dənə səhvi var da. Səhvləri sayarsan, çıxarsan, cavab taparsan. Tələbə var ki, yoxlayırsan, o deyir 49 yanlış, 50 yanlış, 51 yanlış. Ona görə adam, necə deyirlər, düzləri sayır ki, daha tez sayısın. Şimdi bax, bunlar əgər eyni rəqəmlərdən təşkil, indi sən bu 1, 2, 3, 4 rəqəmlərindən düzələn ədədlər ki var idi ya, hansı ki 11, 12, 13, 14, 21, 22, 23, 24 falan, eyni rəqəmlərdən təşkil olunmayanları tapmağa çatdı, yoxsa olunanları? Olunanları. Təbii ki, olunanlar. Olunanlar 4 dənədir. 11, 22, 30. Misal üçün, bax, sonuncu rəqəmi 2 olmayanlar asan olar, yoxsa olunanlar? Təbii ki, olunanlar. Düzdür? Olanlar müəllim. Olanlar. Ayşə. Misal üçün, sonuncu rəqəm 1 olanları özlərini tapmaq daha rahatdır. Ona görə bu şərtə dəymir. Bax, belə-belə. Yəni, sənə hansı tərəf sərf edirsə onu yazacaqsan. Nəsə, bu sual heç. İndi nə edirik? Bax, biz gətiririk, bax, işləyirik bu sualı hal-hazırda. Deməli, bu sual, bax, yenə də deyirəm, çox sadə bir sualdır. Bir dənə mahiyyətini tutasan.
Bir dənə prosta biz buradan bir dənə özümüz bəyaz səhifə açaq. Bax, ən gözəl üsulu bu sualların cədvəl üsulu. Sualın birinci şərti ilə tanış olaq. Sualın şərtində problem bilirsiniz nədir? Mən sizə deyim bu sualın şərtində problem. Bu sualın şərtində problem odur ki, bax, suala baxın. Eyni hərflərin eyni ədədlərə uyğun olduğunu bilərək məlumatları tapşırığı yerinə yetirin. Bax, şərti oxudunuzda yəqin ki, mən indi bir şey deyəcəm. Görüm axırda kim tutacaq. Aydan deyil, salam verim, salam dərsi. Verim, bir canlıya salam verim. Bax, hərflər bunlardır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənə hərf var. Düzdürmü? Bax, yazıram buradan 12 dənə hərf. Deməli, A, bir dəqiqə. Aha. Buradan bax qeyd eləyəcəm. A, B, D, Y, F, K, L, N, R, T və Z. Bunu yazdı, düzdürmü? Gəlib indi burada. Bax, bunu ayırırsan. Belə bir cədvəl yaradırsan. Bax, indi ola bilər. Deyərsən ki, ay müəllim, mən bu sualı yazmayacağım. Yox. Yəni, yazmaq lazımdır. Özdən axırlarda yazmaq lazımdır. Başlayan bu sualı işləmir. Çünki bu sual hara fırlatsan bir 10 dəqiqəyə qədər vaxtını alacaqsan. Bax, bir dənə bu cədvəli doldursan var ha, bir sənin hər şey su kimi gedəcək. İndi özünüz də görəcəksiniz. Hər şey çox rahat tapılacaq. Bitdi. Bax, mən indi nə edirəm? Bax, bunlar 100-dən kiçik natural ədədlərdir. Yəni, 1-dən 99-a qədər olan ədədləri seçməlisin. 1-99 aralığında. Hə, mən indi nə edəcəm? Bax, bizə nə deyir? 7-yə qalıqsız bölünməyənlər də bunlar. İndi sual verim sizə. Siz bölünməyənləri rahat taparsınız, yoxsa bölünənləri? Bölünənləri. Bölünənləri. Hayır, sor. 1.99 aralığında 7-yə bölünənlər rahat tapılar. Bax, bura yazıram. 7-yə bölünən ədədlər, tamam. Bax, bunu alıram belə. Xətt çəkirəm. Plus qoyuram. Baxın, bunlar əgər 7-yə bölünməyənlərdirsə, yerdə qalanlar bölünənlərdir. Bir dənə baxaq. Bir dənə belə baxsaq. Burada ümumiyyətlə neçə hərf var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənə hərf var da, düzdürmü? 12 hərfdən, bax, 10 dənəsi buradadır. Deməli, yerdə 2 dənə hərf var ki, 7-yə bölünür. F, Hansı N, hərflərdir? F və N. F ilə L. Razısınız? 70-77 deyə bilərik müəllim biz ona. Yo, yo. L yox müəllim, N, N. F ilə L. Müəllim. Ay, sor. Bəli, mən sizi yoxlayıram. F ilə L. Ki, yəni 7-yə bölünməyənlər, 7-yə bölünən ədədlərdir. Yəni, nə bilim 14 də ola bilər, 7 də ola bilər, onu dəqiq tapacaq. Deməli, bura yazıram, F ilə N oldu. Bax, gətirir F ilə N-ə bir dənə plus atırsan. F ilə N-ə atıram plus. Ki, bunlar nədir? Bunlar 7-yə bölünən ədədlərdir. Düzdür? F ilə N-ə 7-yə bölünən. Gəlirəm, indi bax, misal üçün tutalım bura. Bunlar 2 rəqəmlilərdir. Niyə yaxşı? 2 rəqəmliləri rahat taparsan, yoxsa 1 rəqəmliləri? 1. Bir rəqəmləri. Təbii ki, 1 rəqəmliləri. Bax, bunlar 2 rəqəmlidirsə, qalanları 1 rəqəmlidir. Baxın, B, D, E, F deyil. Bax, elə belə silirəm bunu. B, D, E, F, K, V, Z. K, V, Z. Yerdə bax, bu hərflər qalmadı. İmtahanda sən belə karandaşla silib poza bilərsən ki, dəqiq tez baza tapasan. Pozan Bax, qoymurlar yazıram. müəllim. Hə? Pozan qoymurlar. Hara? Bizə də güncəllənmə Qoyurlar axı. ortada. Qoyurlar. Qoyurlar. Onu qaqanız danışdı, Mələkə xalanızdan həll elədi, narahat olsun. Dövlət qulluğuna qoymurlar pozan. Pozan təxribat yaradır ona görə. Pozan çünki, misal, magistrın sınav imtahanı var idi, elektron. Orada şey olurdu, nədir onun adı? Elektron olduğuna görə pozana icazə verir. Amma normalda belə, necə deyər, şey eləyirlər. Yəni, pozan qoyurlar. Qoymurdular, sonra şürənlik saldıq, qoydular. Bax, bu ədədlər var, yerdə qalan ədədlər. Bunlar bir rəqəmdir. Bax, gəl işarəliyək onları. A,
Sonra LNRT. Bitdi də, hə? Lap bunu dəqiq necə eləyə bilərsən? 12 də ədəd deyildi burada. Burada 7-dən verilir bax. Bax 5 dənə plus atmalıyam. 12-sindən 7-sini çıxmayacağım, 5-i qaldı. Və bunu dəqiq tapdım. Bunlar necə neyləri oldu? Bax bunlar oldu bir rəqəmdir. Bəli? Müəllim, onda n burada 7 olur. Ay, sol, bəli. N 7-dir. Baxın, N 7-yə bölünən bir rəqəmli ədəddir. N avtomatik 7-dir. Bəli. Bax belə tapacağıq. İndi bunu dolduraq, axırda tezbaza tapacaq. Bax, mən bu şərti istifadə eləmişəm. Da bu şərtə qayıtmayacağam da, bunu da istifadə eləmişəm. Mən də hər dəfə yox yazmayacağım üstündə. Baxın. Kvadrat kökü tam ədəd olanlar. Bu sözdən nə başa düşürsünüz? Yəni məsələn 4, 9, Ay, bu kimi. Kökdən çıxanda müəllim. Kökdən, yəni bunlar kvadrat ədədlər. Bax, bunları plus qoyuram. A, F, K, Z, deməli. A, F, K, Kızı. Z, L, R, V, T. L, R, V, T. Bunlar necə ədədlər oldu? Kvadrat ədədlər. Yəni, bura yazıram elə belə ki, x kvadrat. Yəni, bunlar kvadratlar. Bu da getdi. Gəlirəm buna. Bu nədir? Kub kökü tam ədəd olmayanlar. Kəsr ədədlər. Yəni, 3-cü dərəcədən kökdən çıxmayanlar. Ayşə. Indi bunları yazmağın səhv edir, yoxsa yazmamağın? Yazmamaq. Yazmamaq. Yəni, biz bunlar əgər kub kökündən çıxmırsa, bax, FLNRV deyil, FLNRV-də axı. Yerdə qalanlar deməli kub kökdən tam ədəd çıxır. Düzdür? Yəni, kub ədədlərdə yerdə qalanlar. Çünki bunlar kub kökü tam ədəd vermir. Yerdə qalanların kub kökü tam ədəd verir. Deməli, bax, bu Müəllim, buna bir dənə ədədlər var. misal Buna bir dənə Aha. misal göstərə bilərsiniz kub kökü tam olmayan ədədlərə. Misal üçün kökdə 15. Bundan kök çıxır. 27 falan. Bax, məsələn, kök çıxır bundan. Bax, 3-cü dərəcənin kökdə, misal üçün 27. Bu nə verir Bəli. sənə? 3 verir də. Yəni, 3-ün kubunun tərsi də belə deyək. Bax, FLNRV-dan başqa hansı ədədlər qaldı? A, B, D, E yazıram. A, B, D, E, K, A, T, Z. T, Z. T, Z. İndi, bax, gəl yenə də sayaq. Bax, 5 dənə ədəd var da burada. 12-sindən 5-i varsa, 7 dənə plus atmalıyam. 4, 7-dən 60-am həqiqətən. Bunlar deməli oldu, yazıram, kub ədədləri, yəni x-in kubu. Hə, indi. Bir dənə bizdə dostlar qaldı bu şərtimiz. Bu şərt nədir? 4-ə nisbəti cüt ədəd və ya kəsr olanı. Bu o deməkdir ki, baxın. 4 Yəni bir ədəddir, tam bir x ədədidir. Buna 4-ə böləndə ya cavab cüt alınsın, ya da cavab kəsr alınsın. Kəsr almağı nədir? Yəni bölünməsin də, hə? 4-ə Bəli. nisbəti ya cüt alınsın, ya da bölünməsin. Bunları yazmaq çətindir axı. Bunun əksi nədir? Bu cümlənin əksi. 4-ə bölünən. Tək olan yoxsa Başa düşmədim. Deyin bir dənə də. nisbəti tək olan yoxsa necə? Ayşə, bəli. Bax, 4-ə böləndə tək alınsın. Çünki sən 12 bir ədədi məsələn. 4-ə Mesela bax, bir ədədi 4-ə böləndə ya cüt alınacaq cavab, ya tək alınacaq, ya da bölünməyəcək. Buradadır ki, bu ədədlər 4-ə böləndə cüt alınır, ya da bölünmürsə, yəni kəsr olan, bölünməyən. Bunun əksi odur ki, 4-ə böləndə tək ədəd alınsın. Bax, bunlar var, 10 dənə hərf var da, hansı hərflər çatışmır orada? 2 dənə hərf çatışmır da. Yəni də biri l-dır, biri Bəli. V. v, a, so. Və bunlar necə ədədlərdir? Bax, yazıram. Bunlar oldu, deməli, yazıram burada. Bax, 4-ə Dördə böl, Tək olan. 4-ə böl, tək al, tamam? Tək al cavabı. Yəni, tək də bilirik də, tək ədəd. Yəni, 2-yə bölünməyən. Bəli. Bura aydında yəqin ki, bu cədvəlin qurulması. Bundan sonra hər şey tak bir dəqiqəyə tapılır. Tamam? Bəli. İndi keçirik həllinə. Linki atım. Keçirik onu yüksək səviyyədə yazmağa.